Bu dəfə sizə PayPal hesabının və ya digər bu kimi hesabların kodunu itirdikdə necə hesabı geri qaytarmaq olar, necə kodu öyrənmək olar, onu izah eləməyə çalışacağım. PayPal, yəni istənilən yerdən PayPal-a giririk. Yəni nəinki PayPal-da, da Facebook, Google nəsə istənilən hesabların kodunu itirdikdə geri qaytarmaq olur. Yəni bəzi məsələn e-mail adresini bilmirsinizsə, yəni qaytarmaq olduqca çətin ola bilər. Yəni nömrə yazmamısınızsa, demək olar ki, mümkünsüz ola bilər. Amma e-mail yazmışsınızsa, yəni bu asandır kodu tapmaq. Yəni mənim bu şərti e-mailim. Burada altta, yəni burada altta yazılan yazıya giririk. Yəni burada bəzən help yazılır, bəzən istənilən halda yəni kömək lazım olduğunda bu sual işarəsinə giririk. Yəni burada çox da ingilis dilini bilmək şərt deyil. Sadəcə burada yazılan yəni mən kodumu bilmirəm, e-mail adresini bilmirəm və s. Yəni başqa. Yəni mən kodumuzu bilmirik, e-mail adresini bilirik, e-maili bilirik. Kodumuzu yazırıq. Burada təhlükəsizlik kodunu yığırıq. Yəni onu da deyim ki, hər bayır Gmail falan, yəni bunlarda fərqli olur. Yəni bu təhlükəsizlik kodu sadəcə yəni bu altda help düyməsi hər sistemdə olur yəni. Giririk e-mailimizə, yeniləyirik. Yəni PayPal mesaj göndərməlidir ki, dəyişiklik barəsində. Buradan seçmək lazımdır. Ya e-mail göndərsiniz, telefona mesaj göndərsiniz. Yəni də nömrəmizi yazıb yazmadığımı bilmirəm, onun üçün e-mail göndərdim. Daha doğrusu göndərilməsini istədim. 780 oldu mesaj. Demək ki, gəldi PayPal-dan məndən mesaj. Yəni burada göstərildiyi kimi yazılır ki, giririk, linkə göndərdiyi linkə vururuq. Yəni burada təzə kodu yazırıq. Reklamlar da olmasa çox güzel olardı. Bu da təhlükəsizlik suallarıdır. Bu sualları qoyub, yəni bir daha nəsə bir e-mail var, nömrə yetirəcək yazılacaqsa, bu təhlükəsizlik suallarının köməyi ilə də tapmaq olar. Yəni burada sevimli heyvanımızın adı nədir? Alabaş. Yəni bu çox güman ki, yəni e-mail yaddan çıxanı çətin ki, alabaş yadda qalır. Yəni də. Bu da ilk simvolaşmanın adı nə olur? Babək. Hər ikdən Babək olur, yəni simvolaşmadır. Gördüyünüz kimi artıq hazırdır. Yəni
yani burada başka şey değil yani hazır yani. Bizim ben yine de abimden çıktım niye öyle dedim bilmiyorum ama neyse yani esas odur ki biz ben göstermek istediğimi ise gösterdim yani dediğim gibi şimdi biz artık kodumuzu biliyoruz. Yani diğer mesela göstereyim. Mesela biz de Google adımızı yitirmiş ise onu nereye tapacağıq? Yani bunu tam olarak göstermək çox da yaxşı bir şey deyil. Amma sən burada böyle yazılır yani. Yani burada hesabınızı itirmişse yani e-mail itirmişse burada yani Gmail'in adını yazırsınız. Yani sizin Gmail'e oxşayan bir mailler çıxır. Seçirsiniz. Yani təhlükəsiz suallar, nömrə bunları qeyd edirsiniz təhlükəsizlik üçün digər e-mailiniz varsa onları yazırsınız. Tapırsınız yani. Gmail'də çox çətindir yani. Çox əksər hallarda kodu vermir. Ama yine cəhd eləmək olar. Bu arada kanalımıza da eğer izlədiniz beğendiyse kanalımıza da abone olmayı unutmayın. Abone ol düğməsini basırsınız, abone olursunuz. Yani çok sadece bir şey, abone olun. Yani bu arada maraqlı videolarımız da var. Yani bizi izlemeye devam etsiniz. Olursa lazımlı ve maraqlı videoları kaçırmazsınız.